Salam, hər vaxtınız xeyir olsun, əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Ssenari yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Mövzumuz test 71, kütlə və tutumun B variantı. Kütlə və tutum haqqında daha öncəki video izahda danışdıq. Yəni mövzu orada çevirmələr haqqında biraz məlumat verdik. Tapşırıqlara keçirik birbaşa. Tapşırıq 1-də yazır ki, tərəzinin tarazlığında qalması üçün hansı çəki daşları əlavə edilməlidir? Birinci baxırıq ki, bu 5 kiloqramdır səbətin ağırlığı. Burada isə 1 kiloqram 500 qram, o da 250, 1 kiloqram 750 qram var. Yəni biz 5 kiloqramdan 5 kiloqramı qrama çevirmiş olsaq, 5000 qramdan 1 kiloqram 750-dən 1750 kimi yaza bilərik. Çıxsaq, qalacaq 3250 qram. Bu da bərabərdir 3 kiloqram 250 qram etmiş olur. Görək ki, 3 kiloqram hansında var? Birincisində 4 kiloqram, burada 4 kiloqram, burada 3 kiloqram 250 qramı görürük. C variantı. 2-yə baxırıq. Yazır ki, səbətdəki meyvələr cəmi neçə kiloqramdır? Burada 2 kiloqram 400 qram, 1550 qram, bu da 1050 qram. Gəlin belə toplayaq da, hamısını qrama çevirmiş olsaq, burada 550 qram, bu da 50 qram, 600 qram, o da 400 qram, 1000 qram. 1000 qram 1 kiloqramdır. 1 kiloqram yadda qaldı. Kiloqramları toplayaq. 2 kiloqram, 3 kiloqram, 4 kiloqram, o da 1 kiloqram, 5 kiloqram. Doğru cavab C variantı. 3-ə baxırıq. Yazır ki, səndən 5 dəfə su götürsəm, səndə neçə litr su qalar? Uşaq deyir. 8 litrdir. 5 dəfə götürsə, 8 dəfə 5-in 40 litr götürmüş olacaq ki, 90-dan da 40-ı çıxsaq 50 qalır. B variantı. Dördüncü tapşırığa baxırıq. Yazır ki, hansı şagird yuvarlaqlaşdırmanı doğru yazmışdır? Aysel yazıb ki, 328 qram bərabərdir 330 qrama. Burası yəni onluqlara qədər yuvarlaqlaşdırıb və doğrudur. 520 qram bərabərdir 530. Burada səhv etmişdir. Bu getdi. 49 qram bərabərdir 50. Bu da doğrudur. 65 qram burada 70 yazmalıydı. Burada da səhv etmişdir. Raufa baxırıq. 994 qram yazıb 990. Burası düzdür. 78 qramda edib 80 qram. Bu da doğrudur. Hər ikisi doğru olduğuna görə heç Həsənə baxmaq lazımdır. Rauf C variantı, yəni doğru yuvarlaqlaşdırmışdır. Burada baxsaq görək ki, 59, bura 50 yazıb. Burada səhv etmişdi. Bu da getdi. 5-ə baxırıq. Yazır ki, hansı halda qablardakı suyun miqdarı eyni olar? Hansı halda eyni olmuş olacaq? Burada 300 ml var. Burada 500 ml var. Gəl burada millilitrlə yazaq 500. 4də 1 edəcək 250 ml. Burada da 300-dür. Zaten millilitrlə yazmış olduq. İndi görək nə deyir? Deyir, birinci qabdan üçüncü qaba 50 ml su tökülərsə. Birinci qabdır bu. Bu ikinci qab. Bu da üçüncü qab. Birinci qabdan 50 ml tökülsə, neçənci qaba? Üçüncü qaba. Xeyr, bu doğru olmaz. Daha sonra ikinci qabdan üçüncü qaba 50 ml su tökülsə. Xeyr, bu da doğru deyil. Yazır ki, birinci qabdan ikinci qaba 100 ml. Bura 100 ml. Üçüncü qaba isə 50 ml tökülsə. Bəli, 150 çıxmış olsaq, deməli 100-ü bura töksək, eləyəcək bu 350. Burada 50 tökmüş olsaq, bu da 350 etmiş olacaq. Burada nə qədər çıxdı? 150 çıxsaq, burada da 350 qalmış olacaq və burada bərabərlik olacaq. Doğru, üçüncü olacaq. Yalnız 3 B variantı. Davam edirik. Növbəti tapşırıq 6. Yazır ki, gündəlik 1 litr yarım süd verən inək bir həftə ərzində nə qədər süd verəcək? Bir həftə 7 gündür. Bu məlum məsələdir. 1 litr yarım, yəni ki,
Bu eləcək 1500, yəni 1 litr 1000-dir. 500 də 1500. 1500 millilitr. Vursaq 7-ni 1500-ə. Bu da bərabərdir 10570 olacaq. Və 10500 bu da eləyəcək millilitri də çevirsək litrə eləyəcək 10 litr 500 millilitr. Doğru cavabımız D variantı. 7-yə baxırıq. Yazır aşağıdakılardan hansı doğrudur? 6050 millilitr 6 litr 500 millilitrdir. Doğru deyil. 50 millilitr olmalıydı. 3300 millilitr 3 litr 300 millilitr doğrudur. 3 litr 300 millilitr. 2 B variantı. 8-ə baxırıq. Nöqtələrin yerinə uyğun gələn variantı seçin. Burada baxırıq ki 2700 üstə gəlsin boş xana eləcək 3350. 3350-dən 700-ü çıxmış, 2700-ü çıxmış olsaq qalacaq 650. Deməli burada 650 millilitr olmalıdır. Həm də 50-mi 600-ə oxşadı. Tamam, 650 millilitr olmalı ki, bu da D variantında verilmişdir. 9-a baxırıq. Yazır ki, hansı səhvdir? 20 kilogram 500 qram 20500 doğrudur. 20850 bərabərdir 2050 kilogram. Səhv olan elə budur. Doğru cavab da B variantı olmuş olacaq. Ona baxırıq. Onda yazır ki, hansı müqayisə doğrudur? Hansı müqayisə doğrudur? Meyvə şirəsi 5də 1. Yəni 1 litrin 5də 1 hissəsi. Bu da eləyəcək 200 millilitr. Burada 300 millilitrdir. Burada da 1 litrdir. Böyükdən kiçiyə, yəni getmiş olublar burada. Burada birinci olacaq C. Ondan kiçik olacaq B. Ondan da kiçik olacaq A. CBA. CBA harda var? B variantında var. Bir dənə də baxaq. 11-də yazır ki, tutumu 50 litr olan bidondan 700 millilitrlik qabla 10 dəfə, 2 litrlik qabla 15 dəfə su götürdülər. Bidonda neçə litr su qaldı? Deməli 700-ü vurmuş olsaq ona verəcək 7000 millilitr ki, bu da 7 litr etmiş olur. 7 litr. 2 litrlik qabdan 15 dəfə. 2-ni də vurmuş olsaq 15-ə. Bu da bərabərdir 30 litrdə budur. Cəmi 30 üstə gəl 7, 37 litr götürülüb. 50 litrdən də çıxmış olsaq 37-ni yerdə qalmış olacaq 13 litr. Doğru cavab A variantında var. 12-ci tapşırıqda yazır ki, aşağıdakılardan neçəsi səhvdir? Neçəsi səhvdir? Bunu bizdən neçəsi səhvdir deyir. Burada da neçəsi sormuşduq. Xeyr, hansı səhvdir? 4 litr 35 millilitr 4035 doğrudur bu. 2500 millilitr 2 litr 50 millilitr səhvdir. 500 millilitr olmalıydı. 10 litr 270 millilitr 10270 millilitr bu da doğrudur. 7635 millilitr eləcə 7 litr 635 millilitr bu da doğrudur. Və bir dənəsi səhvdir. Doğru cavab A variantı. Davam edirik. 13-cü tapşırıq. Yazır ki, 750 kiloqramın tonla ifadəsi hansıdır? 750 kiloqram 1000-dən, 1 tonun 1000-dən 750-sidir. Bunun da ixtisar aparsa eləcək, onluq kəsinə 0,75. 0,75 ton etmiş olur ki, doğru cavab da C variantında var. 14-də yazır ki, 4-dan 4-də 3 litr neçə millilitrdir? 4 litr, bir də 4-də 3-ü də 1000-in 4-də 3 hissəsi. 1000-in 4-də 3 hissəsini tapmaq üçün bir dənə gözlə. 1000-i bölürük 4-ə, vururuq 3-ə. Bu da bərabərdir etmiş olacaq 750. 4 litr 750 millilitr. Deyir ki, neçə millilitrdir? Millilitrdən istəyir bizdən. Bu da eləcək
4 litrəcə 4000, o da 750, 4750 millilitr etmiş olur ki, bu da B variantında var. 15-ə baxırıq. Yazır 2 qabda cəmi neçə millilitr su var. Millilitrlə istəyir. Burada 3000-dir. Burada da 2 litr, 2000, 2də 1 də 500-dür. Bizə 2500. Toplasaq 5500 millilitr B variantında verilmişdir. Bu qədər. Növbəti video izahatda görüşmək ümidi ilə hələlik sağ olun.